Bilirsiniz, Türk dövlətlərinin, Türk dünyasının birliyi artıq zamanın bir tələbidir. Biz görürük ki, dünyada necə proseslər gedir. Artıq o beynəlxalq hüquq normaları əvvəlki kimi öz hörmətini saxlaya bilmir. O böyük beynəlxalq təşkilatlar, Birləşmiş Millətlər Təşkilatı və digərlərinin əhəmiyyəti əvvəlki kimi deyil bu dünyada. Bizim ətrafımızda baxın nə qədər münaqişələr, nə qədər müharibələr gedir və təbii ki, bu şəraitdə Türk dövlətlərinin öz arasında inteqrasiyaya getməsi, əməkdaşlığının gücləndirilməsi bizim hamımızın, Türk xalqlarının və Türk dünyasının ümumi bir marağıdır və artıq dövlət başçılarımız öz iradəsini ortaya qoyub. Böyük bir təşkilat yaranıb, Türk Dövlətlər Təşkilatı və bu təşkilatın şəmsiyyəsi altında bir çox layihələr həyata keçirilir. O cümlədən siz ortaq türk əlifbasını qeyd etdiniz. Ortaq türk əlifbasını irəli aparan təşkilat Türk Akademiyasıdır və digər türk təşkilatları ilə, qurumları ilə, mərkəzləri ilə birlikdə biz keçən il bu əlifbanın təsdiq olunmasının, Ortaq Türk Əlifbası Komissiyası tərəfindən təsdiqlənməsinin nail olduq və güman edirəm ki, bu mədəni sahədə, Türk dünyasının birliyi istiqamətində bu atılan böyük addımlardan biridir. Amma eyni zamanda Türk Dövlətlər Təşkilatı həm siyasi sahədə, həm iqtisadi sahədə, həm nəqliyyat, həm kommunikasiyalar, eyni zamanda elm və təhsil sahəsində daha böyük bir birliyin, daha sıx münasibətlərin əldə edilməsi üçün bir çox layihələr həyata keçirir. O cümlədən bu günlərdə Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Əliyevin də Bakıda verdiyi bəyanat çox mühüm bəyanatdır. Bəli, Türk Dövlətlər Təşkilatı bir çox müvəffəqiyyətlər əldə edib, amma bu təşkilatın daha da möhkəmlənməsi, beynəlxalq sahədə daha da yüksək nüfuz qazanması, Türk dövlətlərinin daha da sıx olaraq bir-birinə bağlanması çox mühüm bir hadisədir və inşallah buna getdikcə daha çox nail olacaq.